طيب بسم الله الرحمن الرحيم. الحمد لله وحده والصلاة والسلام على من la nebiye ve ma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Bugün elhamdülillah artık 14. iftar idi. Ramazan ayının 14'ü ve o deməkdir ki artık yarısı bitti. Demək olar ki. Ve biz mübarek aydayıq. Allah subhanahu teala yegane aydır ki Ramazan ayı adı Kur'an'da çəkilib. Başka ayların adları Kur'an'da yoktur. Lakin Ramazan ayı Kur'an'da var. Allah Teala buyurur ki şehru Ramazan. Ramazan ayından danışır ve deyir ki əllədə unzilə fihul Kur'an. Hansı ki o ay ki onda Kur'an nazil etdi. Ve bu ay en əfsəl aydı 11-12 ayın içinde ve həmçinin də Allah Teala bəzədib bu ayı orucla. Oruc xas deyil bu aya. Biz bilirik ki orucluq başka aylarda da tuturuq biz. Həftəlik var orucluq, aylıq var orucluq, birinci, dördüncü gün. Her Müslüman ayı 13'ü, 14'ü, 15'i oruc var. Aşura orucu var, Arafa orucu var. Həmçinin Muharremin çox hissəsini oruç tuta bilərsən. Şabanın çox hissəsini oruç tuta bilərsən. Şəvvalın 6 günü var. Yəni orucluq xas deyil. Lakin ən əfsəl əməllərdən biridir. Ona görə Ramazanı məhz orucla bəzədib. Orucu bizi tövsiyə edib bizə. Və ümumiyyətlə Allah Teala bizə nə tövsiyə edib? Onda bizim üçün xeyir var. Onda xilas var. Onda təmizlik var. Onda nicat var. Həm bu dünyada, axirətdə də. Yəni elə bilməyin ki, namazan, məsələn, namaz. Elə bilməyin ki, namaz elə-belə fərz olub. Yox, onda böyük hikmət var. Hikmət var. Allah'a yaxınlaşmaq, Allahın əmrinə tabi olmaq, Peyğəmbərimizin əmrinə tabi olmaq, şeytana qələbə çalmaq, günahlardan uzaqlaşmaq. Allah Subhanahu taala namazı vəsf edir ki, fahiş və pis işlərdən çəkindirər. Həqiqi namaz. Həqiqi namaz. Namaz qılmaq da asan deyil. Yəni Allahdan qorxaraq, təqva üzərində namaz qılmaq ixlasla asan deyil. Ağırdır. Yəni elə belə başa düşməyin. Namaz dastamaz aldın, gəldin 2 rükət qıldın və salam. Həmçinin orucluq da qardaşlar, orucluq da Allah üçün eləmək onu. Niyyət də qəlbdədir. Onu Allah üçün eləmək asan deyil. İnsan gərək sabit ola, bacara. Və bu orucluq qardaşlar xeyirlə, bərəkətlə doludur bu ay. Və bərəkətlərindən də biri bizim üçün şahidlik olacaq. Şahidlik eləyəcək qiyamət günü. Şəfaətçi olacaq orucluq. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem, İmam Əhməd və başqaları rivayət edir bu hədisi. Orucla Qur'an qiyamət günü şəfaətçi olacaq. Onu tutana və onu oxuyana. Oruc deyəcək ki, ya Rabbi, o tutdu orucu, tərk elədi yeməyi, içməyi və şəfaətçi olan üçün. Həmçinin Qur'an-ı Kərimdə. Qur'an-ı Kərimdə deyəcək ki, o məni oxuyurdu, Allahdan istəyəcək ki, şəfaətçi olaq. Ona görə Allah Taala'nın şəfaətini qazanmaq, nəcat tapmaqdır, cənnəti qazanmaqdır. Bilirsiniz ki, orada şəfaətçilər olacaq. Peyğəmbərimiz şəfaətçi olacaq. Mələklər olacaq şəfaətçi. İnsanlar, məsələn, insanların cürbəcür təbəqəsi, məsələn, uşaqlar, körpələr, öz valideynlər üçün şəfaətçi olacaqlar. Məsələn, şəhid, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, şəhid 70 nəfərə öz yaxınlarından, əqrəbəsindən 70 nəfərə şəfaətçi olacaq qiyamət günü. Və hətta elə bir vəziyyət olacaq ki, hamı şəfaətçi olanda Allah Teala, təbii ki, Allah Teala'nın izinlə şəfaət qazanmaq olar. Allah birinci icazə verməlidir kim şəfaət eləyir, bir. İkinci də kimə olunur ki, yəni hələ belə deyil, kim gəldi şəfaətçi olacaq. Və həmçinin görürsünüz ki, əməllər də şəfaətçi olacaq.
oruc və Quran. Oruc və Quran. Ona görə qardaşlar, yəni biz elə belə əməl etmirik. Oruc tutmaq bir dənə yeyib içmək, şəhvəti tərk eləmək deyil. Oruç tutmaq ibadətdir, əzəmətli ibadətdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruç tutanca 2 dənə fərəh vaxtı var. Biri iftar vaxtıdır. İftar vaxtı ne üçün? İftar vaxtı oruç tutan sevinir ki, orucunu tutdu, pozmadı, qorudu, layiqli tutdu. Bu da mümin üçün ən böyük sevinçdir. Ona görə qardaşlar, elə belə ay da deyilik, bu ay təmizlik ayıdır. Bu ay dəyişmək ayıdır, dəyişmək. İnsan gərək yaxşılığa dəyişər. Yaxşılığa, pis adətlərdən gərək çəkinəsən. Pis adətlərdən gərək çəkinəsən. Məsələn, pis adətlərdən, məsələn, siqaret çəkmək. Siqaret çəkmək böyük günahlardandır. Əgər sən orucluqda tərk eləməsən o böyük günahı, nə vaxt tərk eləyəcəksən? Və ya başqa məsələn. Ona görə qardaşlar, yəni bu aya elə belə baxmayın, yeyib içib şəhvəti tərk eləməkdir. Gün çıxandan göy vatanacan, yox, mənası böyükdir. Böyük mənası var qardaşlar. Ona görə Allahdan dua eləyək, Allah qəbul etsin bu oruclarımızı. Allah bizi sabit etsin dində. Allah o qardaşlar ki, iftar verirlər, iftara hazırlayırlar hətta. İftara kömək edirlər. Allah onlardan razı olsun. Allah onların dualarını qəbul etsin. Allah müsəlmanlara kömək olsun. Mən qardaşlar çox danışmaq istəmirəm. İstəyirəm sizin vaxt verim sizə. Suallar varsa çoxdan hərdən görüşürük, həmişə görüş olmur. Ona görə istəyirəm sizin üçün vaxt ayırım. Hələ inşallah Allahdan, Allah rızasını qazanmaq üçün sizə görə gəlmişəm bura. Sizinlə oturum. Allah razı olsun. Selamun aleyküm və rəhmətullah.